Salam əziz abituriyentlər, hər vaxtınız xeyir olsun. Bu gün sizlər üçün inşallah kimyəvi reaksiyanın sürəti və ona aid hesablamalar mövzusunu çəkəcəm yeni topludan. İnşallah bunun izahını, yəni dərs izahını növbəti videoda paylaşacağam. İndi keçək birinci suala. Birinci sualda deməli neytrallaşma reaksiyasının hər bir saniyəsini, yəni bir dəqiqə saniyəni verib bizə 1, mol nə verib? Mol verib 10^2. Başqa nə verib bizə? Qabın həcmini verib burada. Qabın həcminə verib 1 litr. Bərabərdir 1 litr. Elə bizə vahidin nə verib də? Düz deyil. Bir dəqiqə. Vahid nəyə bərabərdir? Burada verib mol bölünsün litr vurulsun saniyə. O da bərabərdir nəyə? 10^2 bölünsün 1 vurulsun 1. Bu da eləyər 10^2. Doğru cavab eləyər elə D variantı. Eyni qaydada əzizlərim ikinci sualda eynidir. Yenə buna əsasən vahid əsasən mol bölünsün litr vurulsun saniyə. Molu verib 10^1. Saniyə hər bir saniyə, yəni 1 saniyədən 1. Litr də yəni qabın həcmi verib 1. O da eləyir 10^1. Doğru cavab eləyər B variantı. Üçüncü suala keçid edək tez. Deməli, temperatur əmsalını verib bizə 3. Temperatur əmsalı verib 3. Və sürəti 27 dəfə azalsın. Yəni VT2 bölünsün VT1-i verib neçə? 27. Bizim düstur vardı ya. Kim yadındadır? VT2 bölünsün VT1 bərabərdir. Qamma üstü T2 çıxılsın T1 bölünsün 10. İndi əzizlərim 27-ni mən 3-ün kubu kimi yaza bilərəm də. Düz deyil. Yazarım 3-ün kubu. Nə üçün 3-ün kubu yazıram? Çünki burada qammam 3-dür. Bərabərdir. Bax, bunu ilə bizə ifadəni 27 verib də bu ifadəni. 3-ün kubu bərabərdir. Qamma neçədir? 3. 3 üstü T2 çıxılsın T1 bölünsün 10. İndi bizə bu temperaturu soruşur da. İndi mən hansı ədədi 10-a bölsəm 3 eləyər? 30-u bölsəm 3 eləyər də düz deyil. Onda doğru cavab olar C variantı. Keçək 40-cı suala. 40-cı sualda bax sürəti bizə verib 100-2, qatlıqları verib və bizə nəyi soruşur? Zamanı, yəni saniyəni soruşur. Düsturumuz nə idi əzizlərim? V bərabərdir plus minus S2 çıxılsın S1 bölünsün delta tau. Deməli, sürət verib 100-2 yazırsan, bərabərdir qatlığı verib 10^6 çıxılsın 10^2. Bölünsün taunu verib 10 deməli yox. Daha doğrusu taunu soruşur deyilə. Deməli burada hansı? Burada edir 10^4. Sən 10^4'ü hansı ədədə bölsən 100-2 eləyər. Elə 20-yə bölsən də düz deyil. Doğru cavab olar D variantı. Keçək deməli 5-ci suala. 5-ci sualda da yenə sürəti verib bizə. Yəni V-ni mənə verib 1000^28 əzizim. Qatlığı nə verib? Qatlığı verib 20. Zamanı məndən, yox zamanı da verib. Delta taunu da verib 5. S1-i soruşur. Düstur V bərabərdir. Plus minus S2 minus S1 bölünsün delta tau. V bərabərdir. Yəni 100-də, daha doğrusu 1000^28 bərabərdir. 20 çıxılsın S1 bölünsün. Deməli 5 verib də. 14, yəni çarpaz vuranı bunu eləyir. 14 bərabərdir 20 çıxılsın. Deməli S1, buradan da S1 çıxar təbii ki 10^6. Doğru cavab olar onda. Deməli 10^6 daha doğrusu 106. Y variantı. 6-cı sual. Reaksiyaya girən maddələrdən birinin sürəti, yenə bax, sürəti bizə verib 100-2. Verilənləri bu şəkildə yazmaq lazımdır. Mütləq delta taunu verib 20 saniyə. Deməli, qatlığı mənə verib 10^2. Düstur nə idi? V bərabərdir. S2 çıx, S1 bölünsün delta tau. 100-2 sürət verib bərabərdir. S2 çıxılsın, qatlığım 10^2 bölünsün 20. Bu deyillər 10^4 bərabərdir. S2 çıxılsın 10^2. İndi bu da yəqin ki çox siz hesablayın. 10^6. D variantı. Deməli, baxaq 7-ci suala. 7-ci sualda yenə bizə sürəti verib.
verib %5. Düz deyil. Delta taunu verib 10 saniyə. Qatlığın birini verib 10/3. Yenə düstur nə idi? V bərabərdir C2 minus C1 bölünsün delta tau. Yəni %5 bərabərdir. C2 çıxılsın 10/3 bölünsün neçəyə? 10-a. Bu deyilər 10/5 bərabərdir. C2 çıxılsın 10/3. Burada deyilər C2 10/8. Doğru cavab olar A variantı. Gözəl insanlar. 8-ci sual. 8-ci sualda baxın, diqqət edin. Qatlığı mənə verib nə? 5 mol. Digərini verib neçə? 2 mol. Bax, saniyəni verib, taunu verib 1 dəqiqə. Məndən ilə saniyədən soruşsa. Saniyədən soruşursa, mən 1 dəqiqəni çevirəcəm saniyə. 1 dəqiqə ilə eləyir 60 saniyə. Yəni mənə delta tau verib 60 saniyə. Düz deyil. Qatlığı verib 5. Ümumiyyətlə həmişə böyükdən kiçik çıxmaq lazımdır. C1 nə verib? 2. Düstur V bərabərdir. C2 çıxılsın. C1 bölünsün delta tau. Yəni V bərabərdir. 5 çıxılsın. 2 bölünsün 60. Bu da deməli, bu nə edir? 3 bölünsün. Bu da edir %5 əzim. %5. Doğru cavab olar A variantı. 9-cu sualda eyni qaydada qatlığı verib, saniyəni verib, zaman soruşur. V bərabərdir. Qatlıqlar fərqi bölünsün zamana. Yəni 7,5 çıxılsın 1,5 bölünsün 50 saniyə. Bu deyər 6 bölünsün 50 %12. Doğru cavab eləyər B variantı. Keçək 10-cu suala. 10-cu sualda yenə həmin üsuldur. Qatlıqları verib, zamanı verib, sürət soruşur. V bərabərdir. C2 çıxılsın C1 bölünsün delta tau. Yəni 3 çıxılsın 1 bölünsün 10. Bu deyilər 10/2 əzlərim. 10/2. B variantı. Keçək 11-ci suala. Deyir ki, hidrogen sürət neçədir? %3. Mən görəm hidrogen neçə moldur? 3 molda, düzdür. 3 mola görə sürət %3-dür. Bizə deyir metana görə tap. Metan 1 moldur axı. Hidrogen görə, yəni hidrogenə görə sürət nə qədərdir? %3. İndi metan mol nə qədərdir? 1 mol. Metana görə, yəni 3 dəfə azalardır sürət. Eləyir %1. İndi soruşur bizdən homogen reaksiyanın deməli ölçü vahidini. Homogen reaksiyanın ölçü vahidi mol bölünsün litr vurulsun saniyədir. Burada heterogen soruşur. Heterogen isə mol bölünsün litr, daha doğrusu saniyə vurulsun santimetrin kvadratı. D variantı. 14-cü sual. Hidrogen sürət verib 10/3. Hidrogen neçə moldur? 3 mol. Yəni 3 mola 10/3-dür. Bəs amonyaka görə 10/2 olardı. Yəni 3 mol hidrogenə 2 mol amonyak deyil. 2 mol NH3. İndi hidrogen sürət neçə verib? 10/3. Onda amonyaka görə neçə olar? 10/2. Doğru cavab olar B variantı əzizlərim. İndi keçək 15-ci suala. 15-ci sualda eyni qayda. Amonyaka görə 10/4 verib və hidrogen görə soruşur. Yəni 3 mol hidrogenə nə qədər amonyak uyğundur? 2 mol amonyak. İndi bizə sürətini verib amonyakın 10/4 verib, üzr istəyirəm. 10/4. İndi hidrogen görə soruşur. Bu deyilər təbii ki X 10/4 vurulsun 3 bölünsün 2. Nə qədər edər? 10/6. Bu cürdə tapa bilərsiniz. Keçək 16-cı sual. Yəni 16-cı sualda homogen reaksiyanın sürət düsturunu soruşur. Burada deməli olacaq sürət düsturu V bərabərdir. Deməli nü bölünsün V vurulsun delta tau. Belə bir cavab var. Bəli, var. B variantında öz əksini tapır. 17-ci sualda yenə eyni qayda əzizlərim. Yenə homogen reaksiyanın sürətini soruşur. O da bərabərdir. V bərabərdir. V bərabərdir. Delta C bölünsün delta tau. Homogen reaksiyanın digər sürəti. Bu da olur. Y variantında öz əksini tapıb. Keçək 18-ci sual. Hidrogen sürət verib nə qədər? 10/6. Mən görürəm reaksiya girib 1-in 3-ə nisbətində, düz deyil. 1-in 3-ə nisbətində. İndi buna görə 10/6-dırsa, bəs buna görə nə qədər olar? Azota görə 10/2. İndi azot soruşursa, ilə 10/2 qalacaq. Bəli, azot soruşur 10/2.
Keçək 19-cu suala. Hidrogen görə sürət verib. Yenə bax, hidrogen görə sürət deyirsə, baxırıq görüş mola. Sürətdə mütləq mola baxmalıyıq əzizlərim. İndi görürsən azot 1-dir, hidrogen 3. 1-in 3-ə nisbətən reaksiya daxil olub. Hidrogen görə neçə verib? Onda 9. Bəs azota görə neçə olur? 3 dəfə az sürət. Olacaq onda 3. Onda burada nə olar cavab? Y variantı olar. Baxaq 20-ci suala. Yenə baxın əzizlərim, oksigenə görə qatlığı verib, zamanı verib, sürəti soruşur. Oksigen sürəti neçə, qatlığı neçədir? 4. Neçəyə düşüb? 1-ə. Düzdür? S2-ni verib 4, S1-i verib 1. Hansı zamanda? 30 saniyə ərzində də. Düzdür? Zamanı verib 30 saniyə. Düzdür? V bərabərdir. S2 çıxılsın, S1 bölünsün delta tau. Deməli, V bərabərdir nəyə? 4 çıxılsın, 1 bölünsün 30 saniyə. Bu deyilər 10-da 1. Aha, tapdıq 10-da 1. Doğru cavab olur D variantı. Bəs bizdən soruşsaydı SO2-yə görə, onda neçəyə vuracaqdıq? Vuracaqdıq 2-yə. Çünki əmsalında 2 var. Ona da diqqət yetirin. Keçək indi 21-ci suala. 21-ci sualda yenə azota görə verib nə qədər? Qatlıq 4 və 1. V bərabərdir. Qatlıq böyük çıxılsın kiçik. 4 çıxılsın 1. Düstur əsasınız. Yəni S2 çıxılsın S1 bölünsün delta tau. Tau neçə verib? Zamanı 30. Bölərsən, taparsan burada sürəti 10-da 1. Sənin tapdığın sürət azotun sürəti. Burada verib. Yəni qrafikdə azotun sürətini verib. Bizə soruşur hidrogenə görə. Hidrogenin moluna baxsan 10-da 3-dür. Onda bundan 3 dəfə çox. Yəni 10-da 1-i sən vuracaqsan 3-ə. Nə qədər eləyəcək? Əzim. 10-da 3. 21-də olar onda A variantı. Baxa 22-ci suala. 22-ci sual bir çox abituriyent burada çalışır. Yenə görür oksigen qatlığını görür. Burada delta taunu görür. Avtomatik yazır bura V bərabərdir. S2 çıxılsın, S1 bölünsün delta tau düsturunu yazır. Verilənləri yerinə qoyur. Cavab çıxmır, deyir ki, sual səhvdir. Xeyr əzizim, burada sual səhvdir. Gör səndən nə soruşur? Deyir SO3-ün qatılığını. Səndən sürət soruşmur, sən bu düsturu tətbiq eləyəsən. Düz deyil. Yazacaqsan yenə. Oksigenin qatlığı 10-da 5-dən düşüb 10-da 1-ə. Düz deyil. Nə qədər sərf olunub? 10-da 4. Düzdür. Sən tapdın oksigenə görə qatlıqda. Düz deyil. Amma səndən SO3-ə görə soruşur. SO3 neçə moldur? 2 mol. Vuracaqsan bunu 2-yə. Tapacaqsan 10-da 8. Doğru cavab olar C variantı. Baxın, bu sualda diqqətli olun. Qrafik görən kimi, zaman görən kimi düsturu yazmayın. Axırda görün sizə nə istəyir? Qatlıq soruşsa, o düsturu tətbiq edə bilmərik. O sürətin düsturudur. Eyni qayda 23-cü sualda yenə reaksiyada verib azotun qatlılığını. Azotun qatlığı 10-da 5-dən neçəyə düşüb? 10-da 1-ə. Tapdıq 10-da 4. Tapdığımız qatlıq azota aiddir. Bizə soruşur amoyaka görə. Amoyakı mol neçə moldur? 2 mol. Onda bunu vuraram mən 2-yə. Fisiyo. Bu deyilir 10-da 8. Hidrogen görə soruşsa vurardım 3-ə. Azota görə soruşsa vurardım 1-ə. İndi baxaq 24-cü sual. İndi 24-cü sualda müqayisə ilə hidrogen ilə karbon monoksidin sürətini. Əzərim, yadınıza saxlayın ki, mollar bərabər olanda sürət bərabər olur. Hansı maddənin molu böyükdürsə, onun da sürəti böyük olur. İndi bayaq dediyimiz qaydada. Deməli, indi hidrogen verib 2 mol, CO neçə verib? 1 mol. Yəni reaksiyan verib 2-nin 1-ə nisbətində. Düz deyil. Demişəm ki, molu böyük olanın sürəti böyük olur. Onda burada hidrogenin molu daha çoxdur, CO-nun molu azdır. Çünki mol nisbəti fərqlidir. Hidrogen daha çoxdur. Onda mən bunu belə yaza bilərəm də. Yəni V hidrogenin sürəti, əgər bərabərlik istəyirsə məndən, onda bərabər olar 2 vurulsun V, olar CO. Belə bir ifadə var. Bəli, B variantında öz əksini tapıb. 25-ci sual eyni qaydada. Bizə azotla hidrogen soruşur. İndi burada hansının sürəti daha çoxdur? Hidrogenin. Azotun sürəti 3 dəfə bundan azdır. Niyə? Çünki 1-in 3-ün 1-ə nisbətində girib burada. İndi əzizlərim, baxırıq. Onda belə olar. Azot hidrogendən 3 dəfə az olduğu üçün mən azotu vuracam 3-ə. Olacaq 3N2 bərabərdir H2. Belə bir ifadə harda var? Y variantında. Doğru cavab olur Y variantı.
İndi baxaq 26-cı suala. 26-cı sualda amoyakın qatılığını verib 6. Əla. Yəni amoyak neçə moldur? 2 mol. Bunun qatılığını neçə verib? 6. Düz deyil. İndi azotun qatılığını soruşur. Azot neçə mol reaksiya girir? Belə 1 moldur, düzdür? Elə mənə bunun qatılığını soruşur. 3. Doğru cavab olar 26-da B variantı. Uşaqlar, buradan qorxulu bir şey yoxdur. Amoyakın moluna baxırsan, səndən azot soruşur. Bir də azotun deməli moluna baxırsan. Bir dəqiqə. Aha. Azot, amoyakın molu neçədir? 2 mol. Qatılığını neçə verib? 6. Səndən soruşur bəs azot. Görsən azot onun 2 dəfə azdır. Onda qatılığı da 2 dəfə azalacaq da. Olacaq B variantı. 27-ci sual. 27-ci sual yenə bir çox belə şagirdlərimiz bu hissədə çətinlik çəkir. Uşaqlar, qorxulu heç nə yoxdur. Bizə X-in, Y-in və Z-in kütləsini verib, düz deyil. Bir də qrafik verib. Qrafikdə Z-in kütləsini nə verib? Baxın bura. Verib Z-in kütləsini, bir dəqiqə. Z-in kütləsini nə verib əzim? 56. Düz deyil. Öz kütləsi nə qədərdir? Bu da 56-da. Bölərsən 56-ya, taparsan bunun molunu. Tapdın ki, bu 1 moldur. Y-ə baxaq. Y kütləsinə verib 28 verib. Düz deyil. Öz kütləsi nə qədərdir? Baxın 28. Bölərsən 28-ə taparsan bu da 1 moldur. İndi baxaq X-a. X-in kütləsini qrafikdə verib 18 qram. Öz kütləsi nə qədərdir? Bu da elə 18 qram. Yəni sən 18-i 18-ə bölərsən, taparsan 1 mol. Demişdik ki, mollar bərabərdirsə, sürət də bir-birinə bərabər olur. Yəni X, Y, Z-in sürətləri bir-birinə bərabər olacaq. Doğru cavab olar elə burada C variantı əzizlərim. İndi baxaq 28-ci sual. İndi reaksiyanın deməli məhsullarına görə reaksiya sürətləri aşağıdakı münasibətini müəyyən edin. Uşaqlar, baxaq bu suala. Deməli burada həcmləri bizə verib. Bax. 22,4 litr neçə moldur? Necə tapırıq? Bunu bölərəm mən 22,4-ə. Həcm qazlar 22,4 litr həcm tutur axı. Taparam bu neçə moldur? 1 mol. Düz deyil. İndi baxın 5,6 litr nə qədər moldur? Bölərəm 22,4-ə. Taparam %25 mol. 33,6 litr nə qədərdir? Bunu da bölərəm 22,4-ə. Taparam 1,5. Bayaq da qeyd etdim ki, molu böyük olanın İndi bizdən sürət müqayisəsi soruşur deyə bir də həcm verib. Biz həcmi mola çevirdik. Cümlə də belədir. Hansının molu böyükdürsə, onun da sürəti böyükdür. İndi ən böyük mol hansındadır? V3-də. Ondan sonra V2-də, ondan sonra V1-də. İndi onda olacaq V3 böyükdür. Daha doğrusu bu V1-dir, bu V2. V3 böyükdür V1-dən, o da böyükdür V2-dən. Doğru cavab hansındadır? Y variantında əksini tapıb. İndi baxaq uşaqlar. 29-cu sual. 29-cu sualda eyni qaydada bizə həcmləri verir. Bu həcmləri biz mola çevirək. Görək ki, neçə moldur? 1,12. Bir dəqiqə. 1,12. 1,12. Nə oldu buna? 1,12 litr. Neçə moldur? Tapaq. Bu eləyir %5 mol. Ondan sonra %56 litr. Neçə moldur? Taparam %25 yox, 1025 mol. 2,24 litr. Neçə moldur əzizim? Bu da 20,4-səm, onda 1 mol. Deməli, indi molu böyük olanı dedik ki, sürəti nə olur? Böyük olur. Onda ən böyük görürəm ki, V3-dədir. İkinci V1-dədir. Üçüncü isə V2, deməli V2-dədir. Yəni V3 böyükdür V1-dən, o da böyükdür V2-dən. Belə bir münasibət var. Bəli, C variantında var. İndi baxaq əzizlərim 30-cu suala. 30-cu sualda nə deyir bizə? Deyir ki, başlanğıc qaz qarışığının miqdarı 22 moldur. İndi 30-u mən necə eləyim? 30 burada. Gəl qrafikini çəkim mən 30-un bir dəqiqə. Qrafikini çəkək. Aha. Deməli, NO2 gəlib bu formada. Gəlib 6-ya.
azot verib 4, bura yazaq N2, bura yazaq NO2. Bir dəqiqə səbirli olun. İndi NO buradan düşüb, bu sıfıra. Bir də var orada əzizim oksigen fisyo. Aha, indi baxa bilərik suala. Bu da oksigen. Aha. Nə deyir bizə? Deyir başlanğıc qaz qarışığının miqdarı daha doğrusu 22 moldur. Uşaqlar başlanğıc qaz qarışığı hansıdır? Yəni başlanğıc buradır da, düz deyil. Bax bunlardır başlanğıc. Bir dəqiqə qələm söndü. Aha, başlanğıc bunlar deyil. Baxaq bunlara. İndi NO2-nin başlanğıcı, bax bunun başlanğıcı neçədir? 6. Üzərinə gəlsin neçə? Azotun başlanğıcı neçədir? Elə bax görürsən 4-dür başlanğıcı. Oksigenin başlanğıcı neçədir? Oksigenin başlanğıcı bax gəlir buradan. Bax bu xətt. Bu da 6-dır. Bəs NO-nun başlanğıcı bu da 6 əzizim. İndi nə qədər eləyir? 22. Deməli burada nəsə səhv getdi. Baxım qrafikə. Başlanğıc deməli başlanğıc qaz qarışıq deyil. Başlanğıc qaz qarışıq üzr istəyirəm. Bu başlanğıc deyil axı NO2 başlanğıc deyil. Bax bu başlanğıc deyil. Yəni bu 6-nı mən silim. Bu deyir 16 deyirəm axı nəsə səhv getdi burada 16. Deməli B variantına baxaq. B variantına deyir 4 mol NO sərf olunur. Baxaq da 4 mol NO sərf olunmur axı 6 moldan düşüb 0-a, yəni 6 mol sərf olunur. Deməli baxaq C variantına. Deyir 4 mol NO2 əmələ gəlir. Baxaq NO2 görəm 6 mol da axı bu. 6 mol əmələ gəlir. 4 yox. Son qaz qarışığının miqdarı 18 moldur. Baxaq son qaz qarışığına əzizlərim. Qrafik silindi. Son qaz qarışığına baxaq. Bax sonlar həmişə baxın yadınızı saxlayın. Bax bunlardır. Bax düz xəttlər. Son bunlardır. Son qarışıq ilə NO düşüb 0-a. NO2 6-dır. Azot 4-dür. Oksigen isə bax son 3-dür. Всё. Nə qədər eləyib 13. Deməli bizə verib orada 18 demişdi. Bu da səhvdir. Axırda nə deyir? Deyir ki N2 reaksiya daxil olmur. Təbii ki düzdür. Burada N2 bax elə həmin qrafikə oxşardır. N2 reaksiya daxil olmur. Cavab eləyər Y variantı. 31-ci sual. 31-də bizə deyir ki yenə həmin qayda doğru deyil soruşur burada. 2 mol CO 1 mol oksigen reaksiya daxil olub. Baxaq bax. CO 6-dan neçəyə düşüb 4-ə də düz deyil. 2 mol sərf olunub. Doğrudur. Oksigen 1 mol reaksiya daxil olub. Bax oksigen 6-dan düşüb neçəyə 5-ə. Bu da doğrudur. A variant doğrudur. Götürə bilmərəm. B variantı 2 mol CO2 əmələ gəlir. Baxın 2 mol düz 0-dan əmələ gəlib 2 mol düzdür. 3 mol N2 reaksiya daxil olur. Bu ilə səhvdir. Çünki N2 heç ümumiyyətlə reaksiya daxil olmaq sabit qab. Görürsünüz. Əzizim elə doğru cavab olar. C variantı. İndi başlanğıc qaz qarışığının miqdarını soruşursa, baxın biz burada CO2-ni götürmürük. Çünki CO2 nədir əzizim burada? Məhsuldur. Başlanğıc qaz qarışıq bulardır. İndi deyir başlanğıc soruşursa biz buradan götürürük hamısını. Bax bunları. Deməli 6 mol oksigen reaksiya girib 6 mol deməli dəm qazı. Başqa nə var burada? 3 mol da N2 var təbii ki. Bu deyir 15. Başlanğıc qaz qarışığı 15 moldur, doğrudur. Son qaz qarışığı isə dedim ki bunları götürəcəyik. Bunlar da cəmi 14 eləmiş olacaq. Elə doğru cavab olacaq C variantı. 32-ci sual. Yenə bizə qatılıq verib, zaman verib, sürət soruşur. V bərabərdir. Deməli C2 çıxılsın C1 bölünsün delta tau. Qatılığın birini verib 7.5, digərini verib 1,5. Bunların fərqini bölüş delta tau, yəni 10-a. Bu deyilər 10-da 6. Evet, nə oldu? Oldu D variantı. 33-cü sual. 33-cü sualda deməli yenə qatılıq verib, zaman verib, sürət soruşur. V bərabərdir əzizlərim. %5 çıxılsın %1 bölünsün saniyə 10 verib. Bu deyər 1000-də 4. İndi 1000-də 4-ü tapdıq.
Düz deyil. Metana görə tapdıqda 1000-də 4. Metan 1 moldur. Amma bizdən hidrogenə görə soruşur. Hidrogen neçə moldur? 3 mol. Ona tapdığımız 1000-də 4-ü vursan 3-ə, o deyir 1000-də 12. Var belə bir variant. Bəli, Y variantında öz əksini tapır. Keçək 34-cü suala. 34-cü sual. İndi reaksiyanı bizə verib, bir də qrafik verib. Aha. Görürəm ki, x-ım 4 moldan neçəyə düşüb? 3-ə. Nə qədər sərf olunub? 4 çıxılsın 3 bərabərdir 1. 1 mol x-ım sərf olunub. Deməli, bu reaksiyada 1 mol olan hansıdır? Oksigen. X-i tapdım mən, oksigen düz deyil. Bax, 1 mol oksigen. İndi baxaq Z-ə. Bax, bu Z-ə. Z 3-dən düşüb 1-ə. 3-dən düşüb 1-ə. Nə qədər sərf olunub? 2. Deməli, bu Z-mi olsun? Bax, Z. Bu da 2. İndi 2 mol reaksiya daxil olan hansıdır? SO2-də. Onda SO2. Onda Y-də qalar SO3-ə. X oksigen, Y SO3, Z SO2, D variantında ikisini tapıb. 35-ci sual. Bu da eyni qayda. Yenə eyni qayda. X 4-dən neçəyə düşüb? 3-ə. 4 çıxılsın 3 bərabərdir 1. Yəni 1 mol sərf olunan hansıdır? Burada oksigendə. Onda X oldu oksigen. Z-im 3-dən yenə düşüb 1-ə. 3 çıxılsın 1, 2. 2 mol hansı sərf olunub? Bu Z yazaq. Bu da NO sərf olunub. Onda Z-im oldu NO. Z-im NO, X-im oksigen orada da variantında. Baxaq 36-cı suala. Dəqiqəni verib, molu verib, deməli qabın həcmini verib, amonyaka görə sürət soruşur. Uşaqlar, burada həmişə demişəm, baxın öz qrupumda da, burada həmişə vahidi nəzərə alın. Ya bizə vahidi verib də, hazır düstur kimi orada verib. Yəni mol bölünsün, litr vurulsun, saniyəni biz indi orada dəqiqə veribsə, dəqiqə yazaq da bura. Dəqiqə. Bu vahidini verib də. Bərabərdir. Mol neçə verib? 16 mol. Dəqiqəni neçə verib? 2. Qabın həcmini, yəni litri neçə verib? 10. Sən burada tapdın ki, 10-da 8. İndi 10-da 8 olur 1 molu. Yəni azot oldu 10-da 8. Hidrogen neçə moldu? 3 mol. 10-da 8 vuracaqsan 3-ə 2,4. Amonyak 2 moldu. Onda amonyakın da molunu vuracaqsan. Deməli, eləyəcək 10-da 8 vurulsun ki, 1,6. Doğru cavab olar. Y variantı əzizlərim. İndi keçək 37-ci sual. Yenə burada eyni qayda mol bölünsün. Litr vurulsun dəqiqə. O da bərabərdir. Molu verib 36 mol. Dəqiqəni verib 4 mol. Litr verib 10. Buradan çıxır 10-da 9. İndi azota görə 10-da 9, hidrojen görə nə qədər olar? 3 dəfə artıq 2,7. Amonyak da ondan 2 dəfə artıq. O da olar 1,8. 10-da 9, 2,7, 1,8. A variantında öz əksini tapır. 38-ci sual. 38-ci sualda nə deyir bizə? Deməli, azotun qatılığını 2 dəfə artırdıqda birləşmədə reaksiyanın sürəti 2 dəfə artır. Uşaqlar, azotun qatılığını 2 dəfə artırsa, yəni qatılığı bizə verib 2. Azotun indi moluna baxaq. Burada da 1 mol əzim. Burada da yəni 2 üstü 1, 2, 2 üstü 1, 2. Hər ikisində 1 mol azot var. V-yə bərabərdir. Təbii ki, V bərabərdir. Onda bu A gedir hər ikisinə. Yəni 2-yə gedir A. İndi baxaq. Bizə deyir, təzyiqin dəyişməsi tarazının yerdəşməsinə təsir etmir. Biz nə demişdik? Demişdik ki, təzyiq tarazığa o zaman təsir etmir ki, hər iki tərəfin həcmi, yəni molu bir-birinə bərabər olsun. İndi mən görürəm ki, burada 2 moldur, burada da 2 moldur. Yəni sağdan solun molu bərabərdir, əzizlərim, görürsünüz. Deməli, elə bu reaksiyada təzyiq tarazığa təsir etmir. Amma bu reaksiyada solda var 4 mol, sağda var 2 mol da. Burada təzyiqi artırsan, azaltsan tarazığın yerdəşməsinə səbəb olacaq. Onda 1-ə gedir B variantı. Deyir, təzyiqi 2 dəfə artırsaq, reaksiyanın sürəti 16 dəfə artar. Biz bilirik ki, təzyiqlə
Deməli, sürət düzüm tənasibdir əzizlərim. Təzyiq deməli belə deyək, bu məsələn üçün azot üstə gəlsin 3 mol hidrogen bu reaksiya üstündə göstərim əyan olaraq. İndi V bərabərdir düsturumuz olacaq. K vurulsun, P təzyiq deyil. P deməli N2 əmsal yoxdur deyə, yəni 1 deyə qalxır ilə 1 yazılmır. Deməli P hidrogen əmsalı 3-dür, qüvvətə qalxır. Baxın bu düsturdur. V bərabərdir. Elə qatılığın eyni düsturudur. Sxematik olaraq, yəni sxematik olaraq eyni bir şeydir. Deməli əzizlərim olacaq. Təzyiqi bizə verib 2. Azot neçədir? 1. Yəni əmsal 1-dir. Hidrogen də verib 2. Əmsal 3. 2 üstü 4. Bu deyirlər 16. Bu da 16 dəfə artan hansıdır? Bu getdi bura. Azotun qatının artırılması tarazıq sağa yönəldir. Baxın uşaqlar. Ümumiyyətlə demişəm həmişə. Reaksiyanı bax ox deyil. Bu oxu çəkirsiniz bura. Oxun ortasını bilir xətt çəkirsən. Oxun bu tərəf əzim nədir? Sol tərəf. Bu tərəf nədir? Sağ, düz deyil. İndi məsələn yazım ilə bu reaksiya N2 plus O2, bu da NO. NO sağdadır, bu azotdan, oksigen solda. İndi sən solun qatılığını artırsan, demiş ki, tarazlıq yönəlir əksinə, yəni sağa. Sən sağın qatılığını artırsan, tarazlıq yönələcək sola, yəni əksinə. İndi azotun qatılığını artırsan, azot hər ikisində soldadır axı, hara gedəcək? Sağ tərəfə, əksinə. Elə bu da aid olacaq hər ikisinə. A, D. Deməli, B, A, D, C. B, A, D, D, C. Deməli, bu da olur A variantında. 39-cu sual. 39-cu sualda deməli, qatılıq verib, reaksiyanın sürətini verib, nəyi soruşur? K-nı soruşur, sürət sabitini. Əvvəlası birinci reaksiyanı yazaq. X2, 2 mol Y, 2 mol XY. İndi V bərabərdir nəyə? K vurulsun, X-in qatılığı, X2-nin qatılığı vurulsun, Y-in qatılığı əmsalı 2 olduğu üçün qüvvətə qalxır əmsal. İndi sürəti nə verib bizə əzim? 9 vurulsun, 10 üstü -3, düz deyil. Bu sürəti bizə verib. Bərabərdir. K-nı soruşur, K vurulsun. Mən buradakı 1/i necə yaza bilərəm? 10 üstü -1 kimi yaza bilərəm. Necə ki biz 1/i bu formada yazmırıq. Bunu da biraz çevirsək olur 10 üstü -1 də. Onda mən bunu yazım. Niyə 10 üstü -1? Çünki bizə burada veribdə 10 üstü -3. Ona görə eyniləşdirmək üçün çevirirəm. Deməli 1/, yəni yazırıq 10 üstü -1. Vurulsun. Bəs 13-ü necə yaza bilərəm? 13-də yazaram 3 vurulsun 1/. 3 vurulsun 10 üstü -1-in kvadratı. Всё. 9 vurulsun 10 üstü -3 bərabərdir. K vurulsun 10 üstü -1. Deməli, vurulsun. Bu deyilir kvadrat 9 üstü toplanır 3-lərin cəmi 9 vurulsun 10 üstü -2. Buradakı 9 gedər. Yerdə qalar 10 üstü -3 bərabərdir. K vurulsun. Bundan da bu 10 üstü -3 verər. İndi K buradan neçə çıxır? 1. Yəni bu boyda məsələn nədir? 1 çıxır. C variantı. Deməli uşaqlar baxaq 40-a. İndi reaksiyanın kinetik əyllərinə əsasən nə doğrudur? Baxaq deyir, birinci reaksiya axıra qədər gedir. Əzizlərim, reaksiya axıra qədər getməsi üçün gərək başlanğıc maddələr axıra kimi sərf olunsun. Başlanğıc maddə hansıdır? Reaksiya girən alınan maddə həmişə demişik 0-dan əmələ gəlir. Alınan maddə H2O3. Mən görürəm ki, baxın əzizim, 4 moldan düşüb NO2 0-a. Oksigen 2 moldan düşüb, daha doğrusu oksigen 1 moldan düşüb 0-a, su da 1 moldan düşüb 0-a. Yəni bunların hamısı sərf olunub da, düz deyil. Onda reaksiya nə edib? Axıra qədər gedib. Bir düzdür. Reaksiya daxil olan maddələrdə oksigen atomlarının sayı neçədir? 12 Na-dır. Reaksiya daxil olan maddə NO2-dir. Nə qədər NO2 girib? 4 mol NO2. Düz deyil. 2 mol su reaksiya daxil olub, 1 mol da oksigendir. Baxaq da 4 mol NO2-də nə qədər atom var? Oksigen atomu 8.
1 mol suda nə qədər oksigen atomu var? 2. 1 mol oksigende ilə 2. Bunların cəmi təbii ki, yenə verir 12. Deməli 2 də doğrudur. Reaksiyaya daxil olan maddənin ümumi kütləsi 284 qramdır əzizlərim. Baxaq da 4 mol NO2, yəni 4 vurulsun. NO2-ün kütləsi deməli 46. 2 vurulsun suyun kütləsi 18. Bu da 32. Yəni 36 üstə gəlsin 32. Üzərinə gəlsin deməli 184. Bu da 284-dən az eləyir mən bilən. 284-dən az eləyir. Bu da ona görə səhv olar. Doğru cavab olar ilə B variantı. Baxaq 41-ci suala. Hansı ifadə doğru deyil əzizlərim? Baxaq. Reaksiya axıra qədər getmişdir. Bəli, hamısını görürük ki, ilə bayaqki qrafikdə hamısı sıfıra enib. Sıfıra enibsə, axıra qədər gedib. Bir doğrudur, amma bizdən səhv soruşur. Reaksiya daxil olan maddələrin oksigen atomunun sayı 12 Na-dır. Bunu da dedik, bəli, 12 Na-dır. Eyni sualın əksidir bu. Reaksiya daxil olan maddənin kütləsi 284-dür. Bu səhvdir. 284 çıxmadı bayaq. Deməli, doğru cavab olur onda. Burada Y variantı. İndi baxaq, əzizlərim, 42-yə. 42 ilə bayaqki qaydada x 4-dən neçəyə düşüb 3-ə. 4 çıxılsın 3. Eləyir 1. Yəni bu x-ə aiddir. Deməli y 3-dən düşüb 0-a. 3 çıxılsın. Ümumiyyətlə hamısı sərf olunub da bunun y-in. Deməli bir də var burada z 0-dan qalxıb 2-yə, düzdür. İndi bizə münasibət deyir y 3x-a bərabərdir. Y bəli 3-dür. Y 3-dür. Qoy z-də yazaq 2. Bir dəqiqə z 2. Aha. Deyir ki y 3x-a bərabərdir. Düzdür. Y 3-də axı x 1-dir. Y bərabərdir. Doğrudan da 3x-a. Doğrudur. Z neçədir? 2. Y neçədir? O 3-dür. Deyir y-dən z bərabərdir. Səhvdir. 1, 2-dir, 1, 3. Deməli 3-ə baxaq. Z neçə idi əzizim? 2. 2x-a bərabərdir z. Düzdür. Nə üçün? Çünki x-ın 1-dir. Mən bunu 2-yə vursam bərabər olar da sürətlər. Onda cavab olar ilə 1 və 3. Deməli x-dir 2z-ə bərabərdir. Səhvdir. X 1-dir. Bu neçədir? 2. Əksinə z 2x-a bərabər olmalıdır. Bu da səhv ifadədir. Keçək, deməli, 43-cü sual əzizlərim. 43-cü sualda ilə eyni qaydada. Deməli, x 3-dən düşüb neçəyə? 1-ə. 2 olub. Onda x-imizin qiyməti 2-dir, molu. Y mol neçədir? 1 mol. Z molu, bu da 1 mol, yəni 0-dan qalxıb 1-ə də. İndi deyir ki, x y-ə bərabərdir. Səhvdir axı, x y-ə bərabər deyil. Biri 2 mol, biri 1 mol. Bu səhvdir. Deyir ki, x 2y-ə bərabərdir. Bəli, x 2-dir. Sən bunu 2-yə vursan, y 2-yə vursan, x-ə bərabər olar. Bu doğrudur. 2 doğrudur. 3 z y-ə bərabərdir. Z y-ə bərabər tamamilə doğrudur. İkisi də 1-dir. Bir də y 2z-ə bərabərdir. Səhv dedik ki, bunlar bir-birinə bərabərdir. Yəni molamol olduğu üçün. 44-cü sual. X maddəsinə görə sürət 1-dir. Yəni bizə V-ni verib əzim 1. Qatlığın da birini verib 2.5, birini də verib 1.5. Bizə taunu soruşur. V bərabərdir nəyə? S2 çıxılsın, S1 bölünsün delta tau. Burada biraz pis yazdım. Nəyə bərabərdir? V bərabərdir. Daha doğrusu 1 bərabərdir. Sürəti 1 verib axı. 2.5 çıxılsın 1.5 bölünsün. Deməli delta tau. Buradan delta tau neçə çıxacaq? Elə 1 çıxacaq da. Yəni 1-i 1-ə bölsən 1 eləyər. Cavab 1 olacaq. Digər 45-ci sualda eyni sualdır. X plus y verib, sürətini verib. Sürəti verib 5.
Qatlığı verib, yenə zaman soruşur. V bərabərdir C2 çıxılsın C1 bölünsün delta tau. Qatlığı verib 1 40, digərini verib 10, zamanı verib neçə? 5. Böldün, tapdın neçə əzizim? 30 bölünsün 5, bu da edir 6. Doğru cavab eləyir 6. Baxaq 46-cı suala. Deməli, əvvəlası zaman qamma varsa, qamma aid düstur var da, bir dənə düstur var. VT2 bölünsün VT1 bərabərdir qamma üstü T2 çıxılsın T1 bölünsün 10. İndi baxaq. VT2 bərabərdir VT1 bərabər nəyə? Qammanı bizə neçə verib? 3 bərabərdir 3. T2 minus T1 neçə verib? 30 bölünsün 10-a. 30 bölünsün 10-a. Aha. Yəni 3 üstü 3 edir də bu ifadə. Bu da edir 27. Doğru cavab olur 27. 47-ci sual. Aha. Deməli, bizə zamanları verib, T1-i verib, T2-ni soruşur, qammanı verib. Aha. Baxaq, qammanı verib neçə? 4. VT2 neçə verib? 3,2. VT1 neçə verib? 10,2. T1-i verib 70. Əla. Düstur nə idi? VT2 bölünsün VT1 bərabərdir qamma üstü T2 çıxılsın T1 bölünsün 10. Bütün ifadələr verib də. Deməli 3,2 bölünsün 10,2 bərabərdir qammanı 4 verib 4 üstü 4 üstü nəyi vermişdi bizə? T1-i, yəni T2 çıxılsın T1-i 70 verirlə 70 yazıq bölünsün 10-a. Bu da bərabərdir bu ifadə 16. 16-nı biz 4-ün kvadratı yazaq da. 16 4-ün kvadratı kimi yazsaq 4 üstü 2 bərabərdir 4 üstü T bir dəqiq bununla birləş T2 çıxılsın 70 bölünsün 10. İndi sən hansı ədəddən 70 çıxıb ona bölsən 2 eləyər. Bax bu eləyər də. Hansı ədəddən çıxsaq əzizlərim 47 olar onda deməli 90 olar da. 90-dan sən 70 çıxarsan 10-a bölərsən 2, 4 üstü 2 16. T2 olar 90. Doğru cavab olar 90. Sadə sualdır. Deməli 48. Aha. Deməli bizə nə verib? Ümumiyyətlə düstur yazaq. V bərabərdir C2 çıxılsın C1 bölünsün delta tau. İndi əzizim C2-ni verib bizə 5,6. Deməli sürəti verib %14. Aha, taunu nə verib? Bax biz delta taunu burada aça bilərik də. Delta tau bərabərdir T2 çıxılsın T1. Bu nasıl bu delta taun? Onda necə olar? 5,6 çıxılsın x bölünsün 30 çıxılsın 10. Bu da təbii ki sürət verilmişdi %14. %14 bərabərdir bunlar. Buradan da çıxar. Deməli 2,8 bərabərdir 5,6 çıxılsın x. X eləyər 2,8. Doğru cavab eləyər 2,8. 49. 49 da eyni qayda. 49-cu sual eyni qaydadır. Yenə bizə zamanı verib, sürəti verib, qatlığın birini soruşur. Əla. Deməli, C1-i nə verib? 2,8. V-ni nə verib bizə? %21. Delta taunu verib əzizəm. Baxın. 30 çıxılsın 10. Neçə edir delta tau? 20. Deməli, %14, yəni V bərabərdir. C2 çıxılsın C1 bölünsün delta tau. X çıxılsın 2,10-da. Yox, burada 121 verib. Bir dəqiqə. %21 bərabərdir. Deməli, C2 çıxılsın 2,8 bölünsün neçəyə? 20-yə. Bu deyilər 4,2 bərabərdir C2 çıxılsın 2,8. Bu deyilər onda nə qədər? 7 eləyərdi onda bunun qatlığı. Onda C2-ni taparıq 7.
Doğru cavab olar 7. İndi baxaq 50-ci suala. Demək 49 elədik, 50-də qalmışdıq, bəli. 50-də nə verib? Bizə temperaturu verib, reaksiyans sürətini verib, başqa da bir şey verməyib. Onda bunu necə eləyək uşaqlar? Deməli, bunu biz Van't Hoff qaydasına görə edə bilərik. Biz demişdik ki, deməli, Van't Hoff qaydası bizə nədir? Deyir, temperatur hər 10 dərəcə artdıqda reaksiyans sürəti 2-4 dəfə artır, düz deyil. Mən görürəm ki, temperaturum 40 dərəcə olanda reaksiyans sürəti nə qədər olub? 2 olub da, düz deyil. Bəs 60-da nə qədər olar soruşur. İndi sən 60 dərəcə 40 dərəcəni çıx, 60-dan 40-ı çıx, bu eləyir 20 dərəcə. Aha. Biz dedik ki, hər 10 dərəcə artanda reaksiyans sürəti 2 dəfə artır. Düz deyil. Onda bu 20 dərəcə artanda neçə dəfə artar? 4 dəfə. Deməli, 60 dərəcədə reaksiyans sürəti 4 dəfə artır. 40 dərəcədə 2 idisə, 60-da 4 dəfə artırsa, 4-ə vurarsan, taparsan 8. Deməli, x çıxar buradan 8. İndi belə 8 tapdıq. Gəlin, indi o birində yoxlayaq, görək alınacaq. İndi 60 dərəcədən temperatur qalxıb 80-ə. Düzdür? 60 dərəcə tapdıq sürət neçə? 8. İndi 80-ə verib 32 dərəcə. Baxaq. İndi 60-dan sən 80 çıxsan, tapacaqsın 20 dərəcə. Dedik ki, hər 10 dərəcə qalxanda 2 dəfə artır da sürət. Burada 20 dərəcə qalxıb, bax, onda burada 4 dəfə artıb. Onda sən 8-i 4-ə vursan, çıxar 32 ilə. Doğru cavab olar 8. Qayda qanununa uyur. Doğru cavab olur 8. Bu da təzə sualdır, əzizlərim. İndi keçək 51-ci suala. 51-ci sual da çox sadə sualdır. Deməli, uşaqlar, burada həmişə demişəm, öz şagirdlərimdə deyirəm, burada vahidə mütləq və mütləq diqqət yetirin. O, homogen reaksiyasının, deməli, vahididir. Homogen reaksiyan sürətinin vahididir. Daha doğrusu, V bərabərdir vahid. Mol bölünsün, litr vurulsun, dəqiqədə homogen reaksiyan sürət vahidi. Bizə qardaş, molu bilmirik. Molu bilmirik. Bölünsün. Sürət nə qədər verib? 10-2, yəni 10-2 bərabərdir. 10-2 bərabərdir. Litri neçə verib? 2. Dəqiqə neçə verib? 5 dəqiqə. 5 dəqiqə. Burada mol neçə çıxar? 10 vurulsun, 10-2. Bu deyir 2. Tapdın 2 mol. İndi 2 mol efir neçə qram eləyər? 74 qram verməyib. Vurarsam 2-ni 74-ə, taparsan 148. Doğru cavab olar 148. 52-ci sual eynisi oldu uşaqlar. Yenə mol bölünsün. Litr vurulsun. Dəqiqə. Bu da V-yə bərabərdir. Sürət neçə verib bizə? 2. 2 bərabərdir. Mol bölünsün. Litri verib 2. Dəqiqə nə verib? 5 dəqiqə. Mol buradan çıxır. 10-2. İndi 10-2 mol. Deməli, efrin də kütləsi 88 qramdır. Vurarsan 88-ə. Bu deyilər, deməli, 17,6. Doğru cavab olar 17,6. İndi keçək, əzizlərim, 53-cü sual. 53-cü sualda saniyəni verib, temperaturu verib, qammanı verib, bir dənə digər temperatur soruşur. Aha, indi burada nəyə diqqət edin? Uşaqlar, görürük biz 40 dərəcə reaksiyan sürəti neçə saniyədir? 10 saniyədə 40 dərəcə, düz deyil. Bu reaksiyan sürəti düşüb 5 saniyəyə. Onda temperatur neyinib? Artıb yoxsa azalıb? Təbii ki, temperatur artıb ki, reaksiya sürətlənib, ona sərf olunan zaman neyinib? Azalıb. Aydın oldu. Yəni, burada temperatur 40-dan yüksək olmalıdır. Aşağı variant tapa bilmərsiniz. Düsturumuz nə idi? VT2 çıxılsın, VT1 bərabərdir. Qamma üstü T2 çıxılsın, T1 bölünsün, deməli 10. O qədər eyni düstur dedim, başım qarışdı. Deməli, uşaqlar, VT2 neçə verib bizə? 10. VT1 verib 5. Bərabərdir. Qamma neçə verib? 2. 2 üstü. Deməli, T1 verib bizə 40. T2 çıxılsın, 40 bölünsün, 10. İndi bu ifadə neçə edir? Bizə verir 2.
Yəni 2 üstü 1 yazaq da bunu. Bərabərdir 2 üstü. Biz hansı ədəddən 40-ı çıxıb 10-a bölsək 1 eləyər. Bax, bununla bərabər olar. Təbii ki, sən 50-dən 40-ı çıxarsan, bölərsən 10-a 2 üstü 1 eləyər də. Onda doğru cavab olar nə? 50. Yəni temperatur 50 dərəcə qədər qalxmalıdır ki, sürət 5-ə düşsün, 5 saniyə düşsün. Yəni zaman 5 saniyə düşsün daha doğrusu. İndi baxaq 54-cü suala. Deməli, yenə həmin üsul. Qatlıq saniyə düsturu V bərabərdir. S2 çıxılsın, S1 bölünsün delta tau. Əzizlərim. İndi bizə nəyə soruşur? Sürəti verib, qatlığın birini verib, digərini soruşur. Əla. Deməli, sürət %3 bərabərdir. S2 çıxılsın, 10-da 2 bölünsün 10. 10-da 3 bərabərdir. S2 çıxılsın, 10-da 2. Bu da eləyər S2 10-da 5. Onda oksigenin başlanğıc qatlığı olub 10-da 5. İndi keçək 55-ə. 55-də qrafik sualında yenə uşaqlar qorxur, amma qorxmalı heç nə yoxdur. Amoniyakın qatlığını neçə verib? 1,8-dən düşüb 1-ə. Yəni 1,8 nə olub? Başlanğıc. Son nə olub? 1. Yəni V bərabərdir nəyə? S2 çıxılsın, S1 bölünsün delta tau. İndi burada delta tau nədir? Delta tau bayaq açılışını dedik. Deməli necə idi? T2 minus T1. Yəni zamanları çıxırdıq da, böyükdən kiçiyə. Delta tau. Yəni V bərabərdir uşaqlar. Qatlıqlar fərq bölünsün zaman. Yəni 1,8 çıxılsın 1. Bölünsün neçəyə? 30 çıxılsın 20, yəni 10-a. Bu nə qədər eləyər? %8. %8. Bizim tapdığımız %8 amonyaka görə idi. Amonyaka görə. Всё. İndi bizə deyir X-i tap. X nədir? Azot. İndi 2 mol amonyakda var. Reaksiyada 2 mol amonyakda. Buna görə sürət 10-8-dir. Azot ondan 2 dəfə azdır. Ona görə neçə olar sürət? %4. 1 oldu B. İndi Y hidrogendir. Y hidrogendir əzizim. Onda belə baxaq da. 2 mol amonyak. Qoy yazıq bura. 3 mol hidrogen. İndi buna görə sürət %8 amonyaka görə. Bəs hidrogen görə nə qədər olar? %12. Onda 2-yə gedər Y variantı. 2-yə gedər Y variantı. İndi Z-ə baxaq. Z də amonyakdır. Amonyak tapmışdıq. %8. Bu da olar C variantı. Sualımız deyəsən bu qədər. Bəli, sual bitdi uşaqlar. İnşallah video hər birinizə yararlı olar. İnşallah ki, növbəti videoda deməli hansı mövzu qaldı? Kimyəvi reaksiyanın sürətinə təsir edən amilləri paylaşacağım. Sıra-sıra, etap-etap bütün izahları paylaşacağım yeni topludan. İnşallah hər birinizə yararlı olar. Növbəti videoda inşallah tarazlıq bölməsinin ətraflı, belə deyək, kimyəvi reaksiyanın sürətini, kimyəvi tarazlıq mövzusunu ətraflı şəkildə tam izah edəcəm. Hər biriniz girib yararlana bilərsiniz. Hər bir kəsə uğurlar arzu edirəm uşaqlar. İnşallah ki, bu video hər bir kəsə fayda verər. Sağ olun.